Bizim sunumumuz damar daxili vaxtalanma sindromu olacaq. Hər kəsə məlumdur ki, bu həm uşaqlarda, həm böyüklərdə tək hematoloqlara deyil, reanimatoloqlara və digər ixtisas sahibləri üçün də necə önəmli bir mövzudur. Və bugünkü sunumumuzu bizə həkim hematoloq Ələmdar Cəfərzadə sunacaq və onu da qeyd eləmək istəyirəm ki, əslində Türkiyədən də və doktor da Ələmdar doktor da qeyd elədi, Almaniyadan da artıq həkimlərimiz qoşulmaq istəyir. Yəni bu da məncə sevindirici bir haldır və yəqin ki, növbəti hallarda doktorla da danışarıq bunu, mövzuları onlara verərik çıxış üçün. Buyurun, vaxt itirmədən başlayaq. Salam, hər vaxtınız xeyir. Bugünkü mövzu mən damardaxili laxtalanma sindromu haqqında danışmaq istəyirəm. Düzdür, çox çətin, amma bir o qədər də maraqlı bir mövzudur. Zaman-zaman az hallarda da olsa və yaxud elə həkimlər ola bilər ki, reanimatoloqların qarşısına bu çox hallarda çıxır və biraz da bizi çətin vəziyyətə salan və həmçinin də bundan əlavə olaraq çox maraqlı bir xəstəlik haqqında, damardaxil laxtalanma sindromu haqqında danışmaq istəyirəm. Yalnız mənim danışdığım damardaxil laxtalanma sindromu düzdür, bu biraz geniş şaxəli və multidisiplinar yanaşma tələb edən bir xəstəlikdir. Sadəcə hematoloji aspektlərini nəzərə alıb hematoloq gözündən damardaxili laxtalanma sindromu nədir, patfiziologiyası, klinik əlamətləri və müalicəsinə yanaşma tərzini haqqında müəyyən bir məlumatlar verəcəm. Damardaxili laxtalanma sindromu hemostaz sistemində gedən bir patoloji bir prosesdir. Tromboz, mikrosirkulyator yatağın blokadası, həmçinin həyati vacib orqanların disfunksiyası və çatışmazlığı, poliorqan çatışmazlığı ilə nəticələnən qan laxtalanmasının massiv aktivləşməsinə, trombinin həddən artıq yaranmasına, fibrinin damar daxilinə çökməsinə və həmçinin qanaxmalarla yanaşı olaraq qanaxmalarla da müşahidə olunan bir xəstəlikdir. Bu xəstəlik əsasən trigger xəstəlik fonunda inkişaf edən və müxtəlif patoloji proseslərin gedişatını çətinləşdirən bir qazanılmış bir sindromdur. Onu da qeyd edeyim ki, damardaxili laxtalanma sindromu bir sindromunu hematologiyanın müxtəlif sahələrində biz qarşılaşırıq və bu zaman bir çox xəstəliklərlə də həm yanaşı gedə bilər və həm də biraz çaşqınlıq da yarada bilər. Bununla yanaşı olaraq məsələn damardaxili laxtalanma sindromu trombotik mikroangiopatiyaların həm də içərisində gedir yanaşı olaraq. Bununla yanaşı olaraq digər koagulopatiyalar, xüsusilə də son dövrdə 2020-ci ildə COVID-19 pandemiyası zamanı da bizim qarşımıza müəyyən bir çətinlik yaradırdı. Çünki bu COVID-19 koagulopatiyası zamanı da eyni müəyyən tromboz halları və oxşar bir klinik sindromlar şəklində biruzə verirdi. Bununla yanaşı olaraq bu niyə getmədi? Oy. Bununla yanaşı olaraq son dönəmlər 2013-cü ildən bu yana əvvəllər damardaxili laxtalanma sindromunu bir tüketim koagulopatiyası şəklində təqdim olunurdusa, artıq indiki son dönəmlər damardaxili laxtalanma sindromunu bir immunotromboz şəklində təqdim olunur. İmmunotromboz sistemi tromboz nədir? Bu həm normal, həm də patoloji bir haldır. Yəni immun sisteminin və laxtalanma sisteminin birgə fizioloji və patoloji vəziyyətini ehtiva edir. Damardaxili laxtalanma sindromunda da həmçinin immun sisteminin hüceyrələrinin, monositlərin, neytrofillərin də patfiziologiyada böyük rol olduğu üçün və nəticə patoloji bir hal olan zaman artıq bir tromboz halına, immunotromboz halına gətirib çıxarır. Xatırladım ki, bu bir nəzarətdən çıxmış bir sistemdir və bunun nəticəsində tromboz şəklində özünü biruzə verir. Onu da qeyd edeyim ki, damardaxili laxtalanma sindromundan yanaşı əlavə olaraq endotel burada bunun patologiyasında endotel böyük bir rol oynayır. Ümumiyyətlə endotel damar divarında yerləşən bu endotel sanki bir laxtalanma sisteminin, hemostaz sisteminin bir dirijorudur. Bu sistem həm immun sistem hüceyrələri, həm də koagulyasiya sistemi, həm də iltihabi sitokinlər arasında sanki bir vəhdət təşkil edir və dirijoru şəklində özünü göstərir. Bundan əlavə olaraq iltihabla koagulyasiya sanki bir ritm şəklində hərəkət edən bir rəqaslar kimidir. Bu tarazlıq anidən pozularsa və ya tarazlığın pozulması şəklində
artıq bombamız partlamış hala gəlir. Yəni iltihab və koagulyasiya bir qısır bir döngüyə girdiyi zaman bu döngü fırlanaraq işem endotel disfunksiyasına gətirdiyi andan iltihabla birləşdiyi andan işemiya və orqan çatışmazlığı və nəhayət ölüm qaçınılmaz şəkildə özünü biruzə verir. Ə, Mən damar daxili laxtalanma sindromuna tam keçməmişdən əvvəl hemostat haqqında kiçik bir giriş eləmək istəyirəm. Burada hemostat sistemimizin əvvəldə bayaq da dediyimiz kimi endotelial hüceyrələrdən, trombositlərdən, və fibrinoliz sistemindən bir yerdə və həmçinin laxtalanma faktorlarından ibarət olan bir sistemdir. Laxtalanma faktorlarının da həmin reaksiya ilkin olaraq fibrinogenin parçalanması nəticəsində həll olunan fibrin yaranır. Burada da əsas patfizioloji olaraq trombin iştirak edir. Və trombin parçalandıqdan sonra həll olunan fibrin əmələ gələn sonra 13-cü faktorun iştirakı ilə fibrin toru əmələ gətirir. Biz şəkildə laxtalanma sisteminin ümumi, xarici, daxili yolunu və ümumi yolunu görürük və burada həmçinin də fibrinoliz sistemində görürük. Əsas məqsədimiz burada fibrin monomerlərinin əmələ gəlməsi. Xatırladım ki, burada xarici yolda toxuma faktoru və 7-ci faktor ilə başlanır. Sistem və 10-cu faktor ilə isə artıq ümumi yola doğru gedir. Ondan sonra digər və bundan əlavə olaraq bayaqlar trombin adını çəkdik və trombin nəinki həmçinin laxtalanmada, həmçinin iltihabda və həmçinin antikoagulyant sisteminin də aktivləşməsində böyük bir rol oynayır. Və bundan əlavə olaraq mən toxuma faktoru haqqında da qısa bir məlumat vermək istəyirəm. Çünki DDL-in patfiziologiyasında toxuma faktor əsas rol oynayan bir proteindir. Bu bir glikoproteindir və bu əsasən toxuma faktoru subendotel toxumalarda, xüsusilə monositlərdə, şiş hüceyrələrində, epiteldə, qlial hüceyrələrdə çox olur. Normal halda toxuma faktoru qan dövranına hüceyrələr zədələndikdə daxil olur. O 7-ci faktor üçün əsas hüceyrə səthi reseptordur. Qan damarının zədələnməsi zamanı qanla təmasda olur və laxtalanmanın xarici yolunun başlatmaq üçün 7-ci faktoruna bir kompleks yaradır. Və biraz da fibrinoliz haqqında danışmaq istəyirəm. Fibrinolizin əsas sistemi plazminogen, plazmin və fibrindən ibarətdir. Fibrin parçalanması nəticəsində fibrin degradasiya məhsulları yaranır. Bu prosesdə toxuma plazminogen aktivatoru və həmçinin digər sistemlər də iştirak edir. Bundan əlavə olaraq plazminogen aktivatorunun inhibitorları və urokinaza bu sistemi bloka eləyən enzimlərdən biridir. Şəkildə gördüyümüz fibrinoliz sisteminin əsas fermentləri göstərilmişdir. Burada çox məlumat vermək istəmirəm və ümumiyyətlə laxtalanmada iştirak edən və fibrinoliz sistemində iştirak edən ona yaxın antifermentləri burada görürük. Və koagulyasiya sisteminin regulyatorları haqqında məlumat vermək istəyirəm ki, burada Adam TS13 fermenti və toxuma faktoru yolu, antitrombin, fibrinolizin özü də koagulyasiya faktorunun regulyasiyasında iştirak edir. Antitrombotik mexanizmlər. Bədənin ümumiyyətlə fizioloji antikoagulyant sistemi birincili və ikincili antikoagulyant sistemləri vardır. Burada antitrombin 3-ü, protein C-ni, protein C-ni və trombomodelini göstərmək olar. Və bunlar haqqında sonraki proseslərdə danışacağım. Xüsusilə protein C kompleksi, antitrombin və ondan sonra antitrombin 3 və ondan sonra trombomodelin haqqında müəyyən bir məlumat verəcəyim. Və mən indi hal-hazırda trombomodelin haqqında bir məlumat vermək istəyirəm. Çünki bu da damardaxil laxtalanma sindromunun patfiziologiyasında və müalicəsində faydalı ola biləcək bir məlumatdır. Trombomodelin arteriyaların, venaların, kapillarların, limfa sisteminin və həmçinin endotelial sistem tərəfindən sintez olunur. Endotelial hüceyrələrin səthində yerləşən transmembran bir glikoproteindir. Bu trombinlə birləşərək trombinin prokoagulyant təsirini neytrallaşdırır və aktivləşmiş protein C istehsalını stimullaşdırır və antikoagulyant təsir göstərir. Və xüsusilə də bu 5-ci faktor, 8-ci faktoru inaktivləşdirərək laxtalanma prosesini tənzimləyir. Həmçinin iltihab əleyhinə təsir göstərir. Interleykin 1, TNF miqdarı artırdıqda, hipoksiya zamanı, endotoksikoz zamanı, infeksiyalar zamanı, xüsusilə də sepsis zamanı trombomodulinin sintezi azalır. Həmçinin trombinin fəaliyyətini dəyişərək trombositlərin aktivləşmə qabiliyyətini itirir.
Şəkildə travma modelinin həmçinin molekulyar quruluşu görürük və gələk əsas məsələmizə, damar-daxili laxtalanma sindromu. Damar-daxili laxtalanma sindromu haqqında müəyyən bir araşdırmalar eləyərkən mən burada məqalələrin birində Yaponların, Çinlilərin əsas məqalələrində burada Çinlilərin Yin-Yang nəzəriyyəsi, məşhur Yin-Yang nəzəriyyəsinə uyğun olaraq bu belə bir metaforik bir şəkil qarşıma çıxdı. Burada bu demək istəyir ki, damardaxil laxtalanma sindromunda həm trombotik, həm də fibrinolitik, yəni qanaxma ilə büruzə verən fenotip şəklində büruzə verir. Və bununla yanaşı olaraq hər fenotipin də içərisində öz bir-birini tamamlayan, yəni qanaxmanın içərisində olan bir trombotik epizod, trombotik fenotipin içərisində isə bir fibrinolitik, yəni qanaxma ilə olan bir epizod özünü göstərə bilər. Bunlar bir-birini tarazlaşdırma hal kimi görülə bilər. Lakin bu tarazlıq artıq pozulanda damardaxil laxtalanma sindromunun tipik nümunəsi və özünü ağırlaşmış bir fal kimi özünü göstərir. Bəs damardaxil laxtalanma sindromunun səbəbləri nədir? Damardaxil əsas səbəblər sepsis və ağır infeksiyalardır. O cümlədən viral infeksiyalar. Və ikinci halda hamiləlik, doğuş travmaları, xüsusilə dölyanın suyun emboliyası, ciftin ayrılması, ölü döl, eklamsiyalar, preeklamsiyalar və daha sonra onkologiyada solid şişlər, onkohematoloji şişlərdə xüsusilə promiyelosidlar leykozu göstərmək olar. Sonra xüsusilə məsələn uyğun olmayan qan köçürülməsi zamanı, massiv qan itkisi zamanı və s. Və sonra travmalar zamanı, travmatik cərrahi müdaxilələr zamanı, orqan transplantasiyaları zamanı, damar patologiyalar zamanı, sistem iltihab reaksiyalar zamanı bunlar özünü əsas səbəblərindən biridir. Bəs burada epidemiologiyasına baxdıqda Yaponiyada aparılmış bir araşdırma zamanı 123.231 xəstədən 1286-sında damardaxil laxtalanma sindromu baş verib. Yəni 1%dir. Lakin bu reanimasiya şöbəsində isə bu nisbət 10-30%-ə, ağır septik hallarda isə 30%-dən 60%-ə qədər DDL-in rast gəlmə tezliyi artır. Biz həm bayaq sadaladığımız səbəblərin ayrı-ayrılıqda baxsaq, bayaq dediyimiz kimi sepsisdə 30-50%, travmalar zamanı 10-50% və xüsusilə baş travmalar zamanı 36-41%, şişlərdə 5-15%, hematoloji şişlərdə isə məsələn kəskin limfoblast leykozlarda 15-20%, APR-də 70-80%-ə qədər, lakin kəskin mieloid leykozun digər növlərində isə 20%-ə qədər rast gəlmə tezliyi dəyişir. Hamiləlik ağırlaşmalarında isə bu 1% və 0,2%-dən 1%-ə qədər dəyişir. Lakin belə deyək, hamiləlik patologiya düzdür, burada faiz az deyilsə də nəzarətdə olmayan hamiləlik patologiyaları, xüsusilə də hamiləlik zamanı hər hansı bir infeksiyon ağırlaşma bu tezliyi daha çox tezliyin miqdarını rast gəlmə tezliyini çox artırır. Sonra bayaq həmin bir də mən sepsislə əlaqəli DDL-in bir tezliklərində məsələn müəyyən kriteriyalar vardı ki, hansı bu kriteriyalar JAM kriteriyalarına görə 46.8% və beynəlxalq hemostat cəmiyyətinin kriteriyalarına görə rast gəlmə tezliyi 56-60% arasında dəyişir. Və onu da qeyd edeyim ki, sepsislə bağlı damardaxil laxtalanma sindromunda 30 günlük ölüm nisbəti 20-30% arasında dəyişir. Yəni burada mortalitəsi həqiqətən də bu hallar zaman çox böyük nisbətə malikdir. Və mən indi isə patogenezinə keçmək istəyərdim. Xüsusilə də patogenezində belə deyək, sepsis zamanı, infeksion xəstəliklər zamanı DDL-in patofiziologiyasına daha çox giriş eləyəcəm. Hər hansı bir trigger faktor, xüsusilə də burada bakteriyalar, infeksiyalar bir trigger faktor tətikləyir. Bunlar monositlər üzərində xüsusi reseptorlar var. Patogenləri tanıyan həssas reseptorlar vardır. Bunlar monositləri aktivləşdirir. Monositlər aktivləşən zaman toxuma faktorun, əsas burada toxuma faktoru aktivləşir və toxuma faktoru aktivləşəndən sonra 7-ci faktorun laxtalanmanın xarici yolu
aktivləşir. Bununla yanaşı olaraq bakteriyalar və həmçinin monositlərdən sintez olunan sitokinlər, iltihab mediatorlar endotelial hüceyrələrdə iltihab hüceyrələrdə də aktivləşmə yaradır. Bu aktivləşmə nəticəsində hansı proseslər baş verir? İndi mən sizə bunu göstərmək istəyirəm. Ümumiyyətlə dediyimiz kimi patofiziologiyasında tək bir neçə sistem özünün rol oynayır. Laxtalanma faktor, laxtalanma sistemi, endotel sistemi, fibrinolis, iltihab komplement sistemi və trombositlər böyük rol oynayır. Əsas belə deyil. Laxtalanma sisteminin aktivləşməsi nəticəsində laxtalanmada müəyyən bir dəyişikliklər yaradır və bu ya tromboza, ya qanaxmaya biruzə verməlidir. Bundan əlavə olaraq laxtalanma faktorlarının əlavə olaraq neytrofillərin aktivləşməsi və endotel sisteminin aktivləşməsi baş verir. Neytrofillərin aktivləşməsi nəticəsində neytrofillərin neytrofillərdən bir tələsi adlanan bir maddə sintez olunur. Neytrofil tələləri. Bunun nəticəsində mikrovaskulyar tromboza tətiklənir. Yəni endotel sistemində aktivləşir. Burada həm endotel sistemi, həm komplement sistemi aktivləşməsi nəticəsində aktivləşməsi nəticəsində ya mikrovaskulyar tromboza meyil xüsusilə burada mikrovaskulyar tromboza gətirib şərait yaradır. Və yaxud dediyimizin misalı olaraq hansı ki ölmüş hüceyrələrdir və yaxud da ki bakteriyalardır, viruslardır, monositlərdə aktivləşmə yaratdır və toxuma faktoru aktivləşdi və bunun nəticəsində həm neytrofillərin aktivləşməsi və həmçinin həm də damar divarında zədələnməsi nəticəsində müxtəlif həm komplement sistemi aktivləşir, həm laxtalanma sistemi aktivləşir, həm də tromboz sistemi aktivləşir və nəticədə mikrovaskulyar tromb yaranır. Bu komplement sisteminin aktivləşməsi nəticəsində yaranan prosesi, bu isə həmçinin neytrofillərdə neytrofillik tələlər adlanan bir maddə sintez olunur. Bunun nəticəsində mikrovaskulyar tromboz yaranır. Bundan əlavə olaraq endotel təbəqəsi zədələndiyindən endoteliyə birləşən təbii antikoagulantlarımız, trombomodulimiz, antitrombin üçümüz və həmçinin antitrombin üçümüz və digər antikoagulantlarımızın miqdarı azalır və onlar bədənin təbii olaraq, yəni antikoagulyasiya sisteminin fəaliyyətini tam bərpa eləyə bilmir. Bir də bunu bildirmək istəyirəm ki, sepsis zamanı bu çox bir gözəl bir şəkildir. Həm iltihab mediatorları, həm də iltihab mediatorlar sepsisdə biz burada sistem iltihabı sindromundan qorxuruq. Bu cavab sindromundan qorxuruq. Diklə cavab sindromu bir-birini həddən çox sevən iki gənc kimidir. Çalışmaq sepsisdə ən çox çalışdığımız odur ki, bu iki gəncin qovuşmasının qarşısını almaqdır. Belə obrazlı dildə desək, çünki həqiqətən də bunların birləşməsi bizim üçün həm xəstəliyin daha da ağırlaşması və ölüm şeyinə gətirib çıxara bilər. Daha sonra İndi isə klinik təzahürlər. Damardaxil laxtalanma sindromunun klinikasında biz öncədən də dediyimiz kimi trombozlar, qanaxmalar daha çox biruzə verir. Bir də endotelin zədələnməsi halı olur. Yəni burada nədir? Trombozlar olan zaman poliorqan çatışmazlığı, böyrək, tənəffüs, qaraciyər, böyrək çatışmazlığı və sair kimi şeylərlə rastlaşırıq. Qanaxmalar zamanı isə dediyimiz kimi spontan göyərmələr, diffuz qanaxmalar və həmçinin beyindaxili qanaxmalar və s. görə bilirik. Endotelin zədələnməsi hallarında isə bunda vazodilatasiya, hipotenziya, təzyiqin enməsi, takikardiya, periferik ödem və həmçinin ağciyər ödemi şəklində özünü biruzə verir. Onu da qeyd edeyim ki, DDL-in klinikasında qanaxmalar, məsəl üçün mamalı fonunda DDL sindromu, onkoloji xəstəliyin gedişatının pozulması zamanı 30-50% hallarda qeyd olunur. Və poliorqan çatışmazlığı isə infeksiyon xəstəliklər, sepsis, xüsusilə sepsisdə daha çox artır, onkoloji xəstəliklərdə bu poliorqan çatışmazlığı şəklində özünü biruzə verir. Bir onu da qeyd edeyim ki, DDL-in təkcə növləri belə deyil, tromboz və həmçinin qanaxma şəklində deyil də, həmçinin artıq klinikasında bu təsvir edilməsində vektorlardan istifadə olunur. Yəni bu nədir? Yəni biz bilirik ki, bir qanaxma ilə gedən fibrinoidik tipi vardır və ondan sonra orqan zədələnməsi ilə gedən hiperkoagulyasiya və trombotik tip.
Bundan əlavə olaraq massiv qanaxma şəklində özünü büruzə verən asimptomatik tipi, hipokoagulyasiya tipi var və bir də ki, asimptomatik bunların arasında gedən asimptomatik şəkildə özünü büruzə verir. Və DDL-in təsnifatında müxtəlif təsnifatlar vardır. Mən DDL haqqında burada araşdırma eləyərkən belə deyək, Beynəlxalq Hemostaz Tromboz Cəmiyyətinin son 2025-ci il yayınına baxdım. Əvvəlki biraz burada indiki şeylərdə həm belə deyək fazalarında filan biraz fərqli yeni şeylər yeni anlayışlar ortaya qoyulmuşdur. Məsəl üçün burada əvvəl məsəl üçün erkən fazalı dik və aydın dik şəklində özünü göstərir, gecikmiş dik şəklində özünü göstərirsə, indi predik və erkən fazla dik və artıq aydın verən dik şəklində təsniffat edirlər. Yəni nədir? Predik artıq burada hələ ki laxtalanma faktorlarında bir dəyişiklik yoxdur. Analizlərdə çox az dəyişikliklər vardır. Bu ancaq burada risk faktorları vardır. Yəni əsas məsələ bizim predik və erkən faza dik mərhələsində damardaxil laxtalanma sindromuna biz təsir eləməyimizdir. Və artıq damardaxil laxtalanma sindromunun erkən fazasında artıq laxtalanma fazasında bir artıq müəyyən dəyişikliklər yaranır və dəyişikliklər yaranmışdır. Amma aşkar damardaxil laxtalanma sindromunda isə həm ardı, həm laborator, həm klinik şəkildə özünü biruzə verir. Və bir də ki, damardaxil laxtalanma sindromu tənqid vaxtına görə kəskin ildırım sürətli və bir də ki, xroniki şəkildə özünü biruzə verir. Mən burada bu bir neçə xəstəlik zamanı, hansı ki, vurğuladım, hansı ki, sepsisdə, hamiləlik zamanı filan bir neçə xəstəliklərin adlarını çəkdik. Bu şəkil hamısının bir yerdə olan bir təzahürdür. Məlumat verilir ki, aşkar dikə keçməmişdən əvvəl bir ümumi koagulyasiya bir pozuntu şəklində özünü büruzə verir. Məsələn, sepsisdə, sonra xərçəng zamanı, hamiləlik zamanı, həmçinin travma zamanı, yəni məsələn, trauma-induced koagulopatiya, hamiləlik zamanı, məsələn, obstetric-induced koagulopatiya şəklində ilkin olaraq birinci bir özünü büruzə verir. Ondan sonra aşkar dik mərhələsinə keçir. Məsəl üçün, tutaq ki, sepsisdə bu artıq bir hiperkoagulyasiya mərhələsində, daha sonra sik mərhələsində, yəni sepsis-induced koagulopati, hansı ki, burada bu kompensasiya olunmuş dik fazasıdır və daha sonra isə dekompensasiya olunmuş aşkar dik mərhələsini özünü göstərir. Və bundan əlavə olaraq bundan əlavə olaraq dikin proqressiyasında biz bu şəkil çox gözəl bir qrafikdir ki, hansı ki fibrinin əmələ gəlməsini, iltihabı vəziyyətin hansı zaman keçdikcə necə artmasını və orqan çalışmazlığının zaman keçdikcə bizim əleyhimizə işləyərək daha da ağırlaşmasını göstərir və həmçinin fibrinolytik mərhələnin aktivliyinin başlanğıcda və sonda olan həm aktivliyini necə dəyişdiyini göstərir. Bəs ümumiyyətlə damardaxil laxtalanma sindromunun həm klinikasını, ümumiyyətlə araşdırmasını daha çox şərqdə, yəni Yaponiyada, Çində, Koreyada daha çox araşdırılmış və bu məqalələr və PubMed-də və digər Elsevier'də və digər jurnallarda daha çox Yaponların və Koreyalıların, Çinlilərin araşdırmaları görülür, büruzə verir və ilk kriteriyalarda onların verdiyi onlara məxsusdur. Və bu 1983-cü ildən bəri 2024 və hətta 2025-ci ildə də müxtəlif onların özlərinin kriteriyaları olmuşdur. Bu ən son yayın 2025-ci ildə Beynəlxalq Tromboz və Hemostaz Cəmiyyətinin 2025-ci ildə olan bir yayınıdır. Burada ilkin olaraq trombositlərin bir skorlama sisteminin göstərir. Trombositlərin 50-dən aşağı, 50 mindən aşağı olması 2 bal, 50-100 min arasında olması isə 1 balla qiymətləndirir. Və həmçinin D-dimerin öz normal sərhəddindən 3 dəfə yuxarı olması və 2 balla normal sərhəddən 7 dəfə yuxarı qalxması isə 3 baldan qiymətləndirilir. Və həmçinin protramin və ineyer də göstərmək olar. Burada protramini daha çox nəzərə alınır. Çünki saniyə şəklində 6 saniyədən yuxarı artmışsa protramin zamanı 2 baldan qiymətləndirilir. Və fibrinogenin də miqdarı
100 milliqramdan aşağıdırsa artıq 1 bal da ona verilir. Bundan əlavə olaraq bu aşkar dikdir. Əgər biz sepsis bunun ilkin mərhələsində əlavə olaraq bir SOFA skoru da vardır ki, yəni sepsis zamanı, SIRS zamanı xəstəliyin vəziyyətini, xəstənin bir vəziyyəti, ümumi o skorun da əlavə olunması artıq məsələn yayınlarda onların da bildirilir. Çünki yekun olaraq həmin 5 balın 5 və 5-in üzərindən olması damardaxil laxtalanma sindromu haqqında artıq bizə məlumat verir ki, tam məlumat verir. Bundan əlavə olaraq Beynəlxalq Hemostaz və Tromboz Cəmiyyətindən əlavə olaraq Yaponların kəskin tibb cəmiyyətinin də verdiyi həmin kriteriyalarda eyni ilə həmin kriteriyaları verir. Lakin burada SIRS skorunun əlavə olunması göstərilir. Bir də bundan əlavə bildirmək istəyərdim ki, təkcə məsələn Beynəlxalq Hemostaz və Tromboz Cəmiyyəti yox, burada Yaponların müxtəlif cəmiyyətlərinin Tromboz Hemostaz Cəmiyyəti, Kəskin Tibb Cəmiyyəti və həmçinin Çinin və həmçinin Yaponların digər cəmiyyətlərinin, Koreyaların müxtəlif baxışları və həmçinin onlara müxtəlif kriteriyalarını əlavə eləmişdilər. Ümumiyyətlə, gəlin baxaq görək, damardaxil laxtalanma sindromu zamanı hansı skrining testləri əlavə deyilir. Bayaq dediyimiz kimi protrombin zamanı, APTZ, D-dimerimiz və həmçinin fibrinogen, trombositlərin miqdarı və bundan əlavə olaraq antitrombin üçün və protein C-nin də miqdarını ölçmək tövsiyə olunur. Bunlar hamısı yəni burada hiperkoagulyasiya, fibrinolytik və hipokoagulyasiya tipdə müxtəlif belə deyək özlərinin dəyərləri var. Bəs gərək həmin testlərin həssaslığı nə dərəcədədir? Məsələn, D-dimerin həssaslığı 91-95%-ə qədər ümumiyyətlə həssaslığı vardır. Bu testlərin içərisində. Trombositlərin də həmçinin sayı 85-90%-ə qədər və həmçinin fibrinogenin həssaslığı isə burada nisbətən biraz aşağı göstərilir, 60-70%. Və bundan əlavə olaraq, amma yekun olaraq Beynəlxalq Hemostaz və Tromboz Cəmiyyətinin DIC skoru ümumilikdə, əgər bunları hamısı bir yerdə dəyərləndirsək, həm də o həssaslığı 91-93%-ə qədər, həm də spesifikliyi 97%-ə qədər bunların bu testin spesifikliyi vardır. Bundan əlavə olaraq belə deyək, digər məsələn DDL ilə yanaşı olaraq DDL sindromunu belə deyək müxtəlif məsələn vəziyyətlərində trombositopeniyaları, məsələn belə deyək, həmin testləri biraz fərqləndirmək də lazımdır. Yəni necə? Tutaq ki, mikroangiopatiyalar və yaxud da ki, digər xəstəliklər ola bilər. Mikroangiopatiyalarda, İTB-də, qaraciyər sirrozu, heparin terapiyası zamanı, varfarin terapiyası zamanında müəyyən dəyişikliklər olur. Onlarla yenə də bu şəkildə, müqayisəli şəkildə bizə göstərilir. Bundan əlavə olaraq, kəskin DDL ilə əlavə olaraq xroniki DDL vardır və burada şəkildə gördüyünüz cədvəldə məsələn, kəskində trombositlərin sayının azalması, protrombin zamanının artması, APTZ-nin artması, trombin zamanının artması və həmçinin 5-ci, 8-ci faktorun miqdarının azalması, fibrin degradasiya məhsullarının və D-dimerin miqdarının artması olursa da kompensator xroniki formada isə trombositlərin sayı dəyişkən ola bilər, yəni çox da ciddi sürətdə azalmaya bilər. Protrombin zamanı, APTZ zamanı normal olur və bundan əlavə olaraq plazma fibrinogeni normal və bir miqdar yüksək ola bilər. Bundan əlavə olaraq D-dimer isə, amma D-dimer xroniki kompensator dedikdə də D-dimer miqdarı artmış göstərilir. Və müxtəlif hallarda mən bir-iki nümunədə bildirmək istəyirəm. Məsələn, hamiləlik zamanı və xüsusilə də bizim hematoloji xəstəliklərdə dikin müəyyən bir faizlərini bildirmək istəyərdim. Bayaq bildirdiyimiz kimi hamiləlik zamanı 0,3, 0,35%-ə qədər, 1%-ə qədər dəyişə bilir. Bu müxtəlif, məsələn, plasentanın qopması zamanı bu 20%-ə qədər, HELLP sindromu zamanı 12%-ə qədər, ölü dölün ana bətnində qalması 25%-ə qədər və amniotik mayın emboliyası 80%-ə qədər, 50-80% hamiləliklə bağlı sepsisdə isə bu 40%-ə qədər dikin yaranma tezliyini artırır. Ümumiyyətlə,
Hamiləlik zamanı belə deyək, normal hamiləlik zamanı ikinci trimestrdən başlayaraq hemostaz sistemində müəyyən dəyişikliklər olur. Hansı ki, trombositlərin aktivləşməsi, artması, antikoagulyant sisteminin potensialının azalması, laxtalanma faktorlarının həcminin artması, lakin fibrinolitik fəaliyyəti isə azalır, fibrinogenin və plazminogen aktivatorun birinin həcmi artır. Bu hallarda hemostazda baş verən bu dəyişiklik 2 faz alır. Yəni hiperkoagulyasiya fazasında qısa müddətli mərhələ olur, amma hipokoagulyasiya mərhələsi ilə sonra əvəz olunur və kəskin fibrinoz nəticəsində istehlak koagulopatiyası yaranır. Yəni fibrinozin həddən artıq aktivləşməsi təkcə fibrin laxtalarını deyil, həm də dövr edən laxtalanma faktorlarının lizinə gətirib çıxarır və bundan əlavə olaraq DDL zamanı həm poliorqan çatışmazlığı letal yaranmasına gətirib çıxarır. Bundan əlavə olaraq onkoloji xəstəliklər zamanı da damardaxil laxtalanma sindromu yaranır. Burada əsas klinik təzahür trombozlar şəklində göstərir. Özünü göstərir. Mən daha çox onkoloji xəstəliklər fonunda mən daha çox bizim kəskin promiyelositlər leykoz haqqında məlumat vermək istəyərdim. Bu kəskin promiyelositlər leykozda dikin yaranma riski 60-90%-ə qədər rast gəlinir və ölüm halları isə 10-30% arasında dəyişir. Xüsusilə də burada risk faktorlar arasında yüksək leykosit sayının, atranın gec başlanması, fibrinogen sayının azalması, aktiv infeksiya və sepsis daha çox burada özünü biruzə verir. Bəs burada yaranmasında əsas xüsusiyyət həmin APL hüceyrəsinin xüsusiyyəti nasıldır? Burada həm toxuma faktorunun daha çox ifrazı, həm də koagulyant faktoru, xərçəng koagulyantı özünün büruzə verməsi nəticəsində burada hiperfibrinoliz halının daha çox büruzə verməsinə gətirib çıxarır və burada kəskin promiyelositlər leykozda özünü büruzə verir. Biz burada bu qrafikdə kəskin mieloblast leykozun digər hallarında da yaranma risklərini göstərmişəm. Bu haqda indi çox məlumat verməyəcəm. Daha çox APL haqqında, APL-də məlumat verirəm. İndi gələk isə damardaxil laxtalanma sindromunun müalicəsinə. Damardaxil laxtalanma sindromu müalicəsi multidisiplinar yanaşma tələb edir. Yəni tək hematoloq üzərində deyil, bir çox həkimlərin bir yerdə konsultasiyasını tələb edən bir xəstəlikdir. Xüsusilə bu damardaxil laxtalanma sindromu revmatoloji bölmələrdə daha çox biz rastlaşa bilirik və ona görə də həm hematoloqla yanaşı reanimatoloqun, infeksionistin, yeri gəldi ginekoloqun və ya həmçinin onkoloqun, cərrahın və adını çəkə bilmədiyim digər ixtisas sahələrində burada lazım ola bilər. Yəni əsas ixtisas sahələrini sadaladım və amma bundan olaraq adda yatan səbəbdən asılı olaraq digər ixtisas sahələrdə tələb oluna bilər. Müalicə prinsiplərində əsas nədir? Əsas səbəbimizin aradan qaldırılması və ağırlaşmaların aradan qaldırılması. Yəni burada sepsisdirsə, sepsisin, ginekoloji ağırlaşmalardırsa, bu fəsadlaşmanın aradan qaldırılması, travmadırsa, travmanın aradan götürülməsi kimi şeylər göstərmək olar. Bundan əlavə olaraq transfüzyon terapiya, təzə dondurulmuş plazmanın, trombosit transfuziyasının, yeri gəldi eritrosit transfuziyasının, kriopresipitatın və s. kimi transfüzyon terapiyanı göstərmək olar. Və bundan əlavə olaraq əsas dikin müalicəsində böyük rol oynayan antikoagulyantlar, yəni heparin, aşağı molekulyar çəkili heparinlər və həmçinin antitrombin üçün trombomodilinin kimi maddələri göstərmək olar. Bundan əlavə olaraq antifibrinolitikləri də çəkmək olar, lakin bu antifibrinolitiklər, xüsusilə tranexam turşusunun yeri çox məhduddur. Bunu mən xüsusi altında dedim, mötərizə içərisində deyirəm. Xüsusi həyati təhlükəli qanaxmalar olan zaman, ciddi fibrinolizlə həyati təhlükəli qanaxmalar olan zaman istifadə eləmək olar. O da yalnız qanaxma kəsiləndən sonra tranexam turşusunun istifadəsi dayandırılır. Və bundan əlavə olaraq tranexamın haqqında bir məlumat da verim ki, qaraciyər böyrək çatışmazlığı zamanı da bunun da istifadəsi məhduddur. Çünki onların metabolizmi artıq qaraciyərdə getdiyindən, qaraciyər böyrəklərdə getdiyindən burada artıq istifadəsində biraz məhdudiyyət yaranır. Və bayaq dediyimiz kimi müalicənin əsas məqsədlərimiz nədir? Məqsədlərimiz trombozun qarşısını almaq, qanaxmanın nəzarəti,
orqan çaşmazlığının qarşısının alınması və bir də ki, əsas məqsəd isə əsas patologiyanın müalicəsidir. Bundan əlavə olaraq burada dəstək müalicəsi də vardır ki, hansı ki, ürək çaşmazlığı ola bilər, böyrək çaşmazlığı ola bilər və yaxud da ki, ağciyər çaşmazlığı ola bilər. Belə deyək, müxtəlif bu orqanların hansı orqanlarda yaranmış patoloji proseslər nəticəsində həmin orqana dəstək fonunda müalicəsini göstərmək olar. Müxtəlif jurnallarda dediyimiz kimi baxan zaman müalicəsində bir neçə istiqamət verilir. Əsas nədir? Asimptomatikdirsə, damardaxil laxtalanma sindromu asimptomatik şəkildə ilkin başlayırsa, burada aşağı molekulyar çəkili heparinin profilaktik olaraq başlanmasını tövsiyə edilir. Lakin bundan əlavə olaraq tromboembolizmlə, trombozla başlayırsa, yenə aşağı molekulyar çəkili heparinlər və həmçinin aşkar göstərilir. Bundan əlavə olaraq, məsələn, əgər qanaxma şəklində qanaxma şəklində özünü göstərirsə, ciddi qanaxmalar varsa, trombositlərin sayı 50 mindən aşağı və həyatı təhlükəli qanaxmalar olarsa, trombosit kütləsi, təzə dondurmuş plazma, bundan əlavə olaraq fibrinogen, xüsusən də burada kriopresipitat və fibrinogenin ayrıca konsentratı da fibrogamin ticari adından satılan, onu da tövsiyə olunur. Və bundan əlavə olaraq vitamin K və yəni vitamin K-dan asılı olan laxtalanma konsentratları da vardır ki, Octaplex-dir, Feybadır. Bunların da istifadəsi ciddi, həyati təhlükəli qanaxmalarda tövsiyə olunur. Yəni, əgər qanaxma artıq aradan götürülmüşdürsə, baxmayaraq ki, məsəl üçün, Octaplex adlı bir vitamin K asılı dərmanımız vardır. Onun tərkibində protein C, protein S və müəyyən bir laxtalanma faktorlarımız 2, 7, 9-cu, 10-cu və xüsusi onların miqdarları vardır. Həyati göstəriş halında laxtalanma faktorları, yəni ciddi qanaxma olduğu halda onların bir istifadəsi tövsiyə olunur və onun qanaxma dayanandan sonra onların istifadəsinin dayandırılması tövsiyə olunur. Yəni ki, tromboz halına gətirməməsi üçün. Və yaxud təzə dondurmuş plazma haqqında danışdıq və göstərişlərimizlə dedik ki, ineri, APDZ-nin 1.5 dəfədən normadan artması və qanaxma, xüsusilə də burada əsas qanaxma riskimiz varsa, fibrinogen səviyyəsi 1 qram desilitrdən aşağıdırsa, təzə dondurmuş plazmanı tövsiyə olunur. Ümumiyyətlə, təzə dondurmuş plazma təkcə faktor əvəzedici terapiya kimi yox, bunun məlumat üçün bildirmək istəyirəm ki, antitrombin üçün protein C, protein S ilə zəngin olduğu üçün yanaşı olaraq bu məqsədlərində verilməsi tövsiyə olunur. Hətta bu haqda 2019-cu ildə RETIC trialında, yəni çalışması aparılmışdır. Təzə dondurmuş plazmanın qanaxmanın 40%-a qədər azalması göstərir. Lakin bunun da həddən çox istifadəsi maye yüklənməsinə, əlavə komplikasiyonlara gətirib çıxara bilər. Lakin bunun ən alternativ variantı təzə doldurulmuş plazmadan əlavə olaraq kriopresipitatı verilməsi də tövsiyə olunur. Şəkildə təzə doldurulmuş cədvəldə təzə doldurulmuş plazma ilə TDP ilə protrombin kompleksinin biz müqayisəsini göstəririk. Hərəsinin özünün müəyyən bir göstərişləri və əks göstərişləri və verilmə vaxtları tövsiyə göstərilir. Sonra bu cədvəldə isə kriopresipitatın tərkibində olan faktorlar, yarımparçalama periodu haqqında məlumat verilir. Sonra müalicəsini tövsiyə edən preparatlar. Daha sonra və bundan əlavə olaraq mən əsas məlumatı bir də trombomodulin haqqında diqqəti cəlb etmək istəyirəm. Trombomodulin damardaxil laxtalanma sindromunda son dönəmlər, yəni müəyyən tədqiqatlar nəticəsində, hansı ki, Yaponiyada aparılıb tədqiqatlar, məsələn, faz 3 randomizə çalışmalar oldu. Diqdə sağalma nisbətini 66%-ə qədər artırdığını, heparinlə müalicə olunanlarda isə 49%, təqribən 50%-ə qədər müəyyən bir
dəyişikliyi əldə olunmuşdur. Qanaxma simptomlarının azalması rekombinant trombomodelin qrupunda əhəmiyyətli olmuşdur. Və həmçinin 28 günlük ölüm nisbəti 22%, heparin qrupunda isə 25% olmuşdur. Bununla və 2023-cü ildə bir meta-analiz aparıldı və 17 tədqiqatın analizi göstərdi ki, bu rekombinant trombomodelin ölüm riskini 46%-ə qədər azaltmışdır və sağalma riski dikdə, xüsusilə də sepsisdən sağalma ehtimalı 2,8 dəfəyə qədər artma qeyd olunmuşdur. Lakin bu tədqiqatlar hələ də davam edir. Yəni PubMed-də bu yayınlara baxdıqda hələ də bu şeylərin, yəni xüsusi trombomodelinin, rekombinant trombomodelinin effektiv müəyyən bir faizi hələ gəlmədiyindən bu tədqiqat hələ də bunun bir digər variantları hələ də araşdırma şəklində özünü göstərir. Bu tədqiqatlardan biri də Scarlett tədqiqatıdır. Sepsis zamanı dikdə bu effektivliyi haqqında göstərir. Burada da dediyimiz kimi müəyyən dəyişikliklər əldə olunsa da, plasebo ilə məsələn, plasebo ilə 29,4% müəyyən bir nisbət əldə olunmuşdur. Yəni hələ də müəyyən bir ciddi əhəmiyyət cəlb edən faizə yaxınlaşmadığının hələ də bu tədqiqat davam edir. 17 tədqiqatın nəticəsində dediyimiz kimi mortalitet 46%-ə qədər azalma göstərilmişdir. Dediyim 3 dəfə və qanaxma riskində isə bir onu da qeyd edelim ki, qanaxma riskində isə ciddi şəkildə bir fərq əşkar olunmamışdır. Və gələk antitrombin effektivliyi barədə bildirmək istəyirəm ki, antitrombin bəzən biz antikoagulyant xəstələrimizdə antikoagulyantlar, heparinlər, aşağı molekulyar heparinlər verilir və buna rəğmən müəyyən bir həm D-dimer səviyyəsində, həm xəstənin klinik səviyyəsində müəyyən bir görürük ki, sərhədlənmələr də olur. Yəni bu effektivlik antitrombinin miqdarının azalması ilə əlaqədardır. Yəni antitrombin miqdarı az olan zaman biz bu antikoagulyantların effektivliyini də zəif şəkildə görürük. Bununla bağlı olan Kibersept geniş miqyaslı randomizə olunmuş klinik tədqiqatında dik olan və heparin almayan sepsis xəstələrində yüksək dozalı antitrombin istifadəsi 28 günlük mortalitənin 14%-ə qədər azaltmışdır. Dik olmayan xəstələrdə isə bu təsir müşahidə olunmayıb. Yaponiyada aparılan randomize olmuş tədqiqatlarda isə 60 sepsisə bağlı dik xəstəsi üzərində araşdırmada 3 gün ərzində müəyyən istifadəsi dik skorunu əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və sağalma nisbətini artırmışdır. Deməli, meta-analizlər göstərir ki, antitrombin istifadəsi sepsisə bağlı dik olan xəstələrdə sağ qalma nisbətini artırır. Lakin bu tədqiqatlar müəyyən bir şeylər davam olma mərhələsindədir. Müəyyən yeni izlənmə və gətirib çıxartmalıdır. Və bundan əlavə olaraq bir faktda məlumat vermək istəyərdim. Burada rekombinant aktivləşmiş protein C haqqında da məlumat vermək istəyirəm. Burada PowerShop və PROVES araşdırmaları vardır. Birinci araşdırmada septik şok zamanı verilən zaman bu ciddi effektivlik əldə olunmasa da, PROVES digər araşdırmada isə müəyyən bir belə deyim, mortalitədə yüngül də olsa azalma qeyd olunmuşdur. Lakin bu tədqiqatlar yenə də ciddi surətdə, xüsusilə də rekombinant aktivləşmiş protein C tədqiqatlar getdikcə zəifləməkdədir. Daha çox trombomodelin üzərindən həmin araşdırmalar daha çox izlənilir. Sonda diqqətinizə görə təşəkkür edirəm. Hər hansı bir sualınız olarsa buyurub verə bilərsiniz. Sevil xanım. Çox sağ olun doktor, təşəkkür edirəm. Səsim gəlir də yəqin ki. Bəli. Kiminsə əlavəsi və ya sualı varsa buyura bilər. Mənim səsim gəlir. Bəli doktor, gəlir. Çox sağ olun Ələmdar doktor. Həqiqətən çox kapsamlı, geniş və patogenezini izah etdiniz. Mənim bir sualım var. Dikli xəstələrə əslində aid deyil, amma D-dimeri yüksək olan insanlar, yəni müraciət edən xəstələrə, bunlara münasibət necə olur? Bunların hər hansı bir klinik əlamət olmadan yüksək D-dimerlə gələn xəstələrə
Hı. Necə münasibət göstərirsiniz? Bir də DİK-də direkt antikoagulantların yeri varmı və rolu nədir? Hı hı. İlk önce sualınıza göre çok sağ olun Valih Doktor. Müəyyən bir belə deyək, düzdür. Burada vəziyyət mən öz fikrimi ilk öncə deyim. D-dimerin artma nisbəti, yəni neçə dəfə artıb, bu məsələn 2 dəfə, 3 dəfə və hansı səbəbdən artmasına bir fikrimcə yanaşma olmalıdır. Yəni infeksiyon bir səbəbdirmi və yaxud da ki, altda yatan hər hansı iltihabi səbəbdirmi? Birinci o səbəbi araşdırmaq tövsiyə olunur və xəstənin burada klinikası, yəni qanaxma varmı və yaxud hər hansı bir antikoagulyant və yaxud da hər hansı bir dərman vasitəsi qəbul eləyirmi? Birinci bunu araşdırmaq və daha sonra əgər D-dimer səviyyəsi 2 və üzəri artmış olarsa, fikrimcə antikoagulyantın başlanması tövsiyə olunur. Lakin yenə də burada xəstənin klinikası, qanaxma hekayəsinin olub-olmaması və altda yatan ilk növbədə altda yatan səbəbin araşdırılması, xüsusilə də burada trombozla bağlı. Yəni çünki D-dimerin səviyyəsi təkcə belə deyək də, məsələn, dik zamanı yox, kəskin pulmonar emboliyalarda, infarkt zamanı və yaxud digər tromboz zamanı, aşağı boş venanın trombozu zamanı və əsas tromboz hekayələrində digər, yəni infeksiyadan sonra digər bu şeylərdə bunları araşdırmaq lazımdır. Yəni çünki aşağı boş venaların Doppleri olunub burada bir tromboz varmı, yoxsa yoxmu? Döş qəfəsində, qarın boşluğunda hər hansı bir trombozla bağlı və ya baş beyində onunla bağlı olan bir məsələləri də araşdırmaq tövsiyə olunardı fikrimcə. Doktor, mənim əsas dediyim odur ki, bu Covid aslında pandemiyasından sonra heç bir klinik əlamət və altda yatan bir səbəb də olmadan bəzi xəstələr müraciət edir yüksək Bəli, D-dimerlə. bəli, bəli. Yəni bu xəstələrdə antikoagulyant verəkmi, yoxsa izləyəkmi? Burada bir çalışmalar varmı son zamanlar? Doktor, çalışmalar belədir. COVID-19 infeksiyası zamanı düzdür. Həm bu xəstəliyi keçirəndən sonra və həmçinin xüsusilə də bu vaksinləri vurdurulandan sonra da ən çox da vaksin alan xəstələrdə araşdırmalarda, çalışmalarda bu məsələlərlə bağlı müəyyən bir yayınlar rast gəlmişəm ki, D-dimer, yəni tromboz hekayələrinə filan rast gəlinir. Lakin fikrimcə D-dimerin bir müəyyən bir müddət ilkin olaraq, yəni məsəl üçün əhəmiyyətli dərəcədə artma deyilsə də, birinci olaraq dinamik müşahidə olunması. Əgər klinikasında bir narahatçılıq yoxsa, müəyyən bir araşdırma edirik. Dinamik müşahidədən sonra və D-dimerin bir neçə dəfə müayinədən sonra fikrimcə ondan sonra antikoagulyantın başlanmasını deyirəm. Dinamik müşahidədən sonra. Doktor. Bəli, bəli, təşəkkür edirəm. Bu direkt antikoagulyantlarla əlaqədar nə deyə bilərik? Direkt antikoagulyantlarla əlaqədar burada xüsusi bir şeyə çalışmaya rast gəlmədim açığı. Yəni onların effektivliyi barədə filan elə bir xüsusi şey gəlmədim. Lakin bir dənə belə bir nüans var ki, məsəl üçün bəzən olur böyrək çaşmazlığı olan xəstələr olur. Eyni zamanda diklə o yanaşı olur və yaxud da ki antikoagulyant terapiyasının aparılması barədə burada müəyyən bir suallar ortaya çıxır. Yalnız burada heparinin istifadəsi və kleksanın burada keferin dozuna bağlı olaraq müəyyən bir ya dozun azalması və heparinin daha çox istifadəsinə dair belə bir müşahidələr görmüşəm. Amma direkt antikoagulyantlar, o dediyimiz digər antikoagulyantların istifadəsi barədə belə xüsusi bir məlumat rastlamamışam. Və məlumatınız olarsa, kimsə eləyərsə paylaşsanız əla olar. Təşəkkür edirəm, amma bəzi hallarda Bəli. diklə bağlı olmayan həm trombotik, həm qanama hadisələrində heparinlər, kleksan yox, daha çox direkt antikoagulyantlardan da istifadə olunması tövsiyə olunur. Çox sağ olun doktor, təşəkkür edirik. Başqa sualı olan varmı? Əgər başqa sualınız yoxdursa, səsləndirəsiniz. Chatda buyurun. sual var. Baxın bir dənə. Aha, bu dəqiqə baxıram. Aha. Damət doktor yazıb. Aha, mən zaten öncə Damət doktoru sizə təqdim eləmək istəyirəm. Valih doktorunu da yaxşı tanıyır Damət doktoru. Damət doktor artıq uşaq hematologiya uzmanlığını bu il bitirir. İnşallah ki, oktyabr, noyabr aylarında aramıza qatılacaq.
və bizim Ahmedin belə deyim işlərində də yaxından bizlə iştirak eləyəcək. Və sadəcə Ahmed doktor elə bir yerdədir ki, bizə səsli müraciət eləyə bilmir. Ona görə biz buradan onun mesajını oxuyacağıq və o bizə yazılı cavab verəcək. Salam, detaylı sunum üçün təşəkkür edirəm. Sual yox, F-inizə sığınaraq əlavə edə biləcəyim antikoagulyant olaraq pediatrik yaş qrupunda düşük molekul ağırlıqlı heparin və heparin istifadəsi biraz daha sınırlandırılmış olub, qanaxma olmadığı və həyatı təhdid edən tromboz durumlarında istifadə edilə bilir. Trombozların pediatrik yaş qrupunda daha az görülməsi ilə bağlı ola bilər. Çox sağ olun doktor, təşəkkür edirik əlavəniz üçün. Doktor, siz nəsə demək istəyirsiniz, Vəliyyət doktor? Mən də təşəkkür edirəm həm Sevil xanıma, həm də Ələmdar doktora. Düşünürəm ki, hamı üçün faydalı oldu. Çox sağ olun. Çox sağ olun, təşəkkürlər. Əlavə bir sual və yaxud da ki, heç kimin əlavəsi yoxdursa, bugünkü oturumumuzu bağlı elan edə bilərik. Düşünürəm ki, yoxdur. Sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun. Təşəkkür edirəm doktor. Super idi. Sağ olun. Çox sağ olun. Sağ olun.